Salam əziz şagirdlər, 9 mart 2025-ci il buraxılış imtahanında ingilis dili fənnindən düşən sualların izahına başlayıram. 1-dən 6-ya qədər dinləmə mətni əlimdə olmadığına görə, yəni heç bir vəsaitimiz olmadığına görə 7-ci sual qrammatika sualından başlayıram. 7-ci sualda biz burada zamandan danışır. Hansı ki bizə ipucu verib burada for deyilən zaman zərfini verib. Əgər biz for görəriksə, have üstəglə participle to axtarmalıyıq. Yəni indiki bitmiş zamanda olmalıdır. Burada da and bağlayıcısını verdiyinə görə, cəmdə olduğuna görə mübtədamız, ona görə də cəm axtaracağıq. Düzgün cavabımız A variantımız olacaq. 8-ci suala baxırıq. Cəmdə olan isimləri seçməliyik. Cəmdə olan isimlərimizə baxırıq. A variantı səhvdir, təkdədir. B variantı person təkdədir. C variantı düzgünümüzdür. Woman və trouser sözümüz. D variantında step, progress hər ikisi təkdədir. Y variantı knowledge də təkdə olduğuna görə səhvdir. 9-cu testimizə baxırıq. Burada isə sifətin dərəcəsidir. Bizə əz verdiyinə görə adi dərəcə axtaracağıq. Düzgün cavabımız Y variantı. Növbəti testə keçirik. 10-cu cümləmiz sual cümləsidir. Düzgün sual cümləsinə baxmalıyıq. Birinci testə baxırıq. Düzgün variantımızdır. Hansı ki köməkçi feil mübtəda xəbər axtaracağıq. Bu da düzgün verib bizə. Ona görə bir düzgündür. Sonra ikinciyə baxırıq. Burada artıq bəzən how many mübtədanın təyin edicinə əgər sual verdikdə bu zaman söz sırası olduğu kimi gedər. Ona görə düzgün cavabımız 1-2-dir. 3-dəki səhvimiz xəbər mübtəda ola bilməz. 4-də səhvimiz isə mübtədanı verib, amma köməkçi feilimiz də verməyib, həm də bizə both feilini verib, yəni məsələn did versiydi, by formasına yazmalıydı. Ona görə düzgün cavabımız Y variantı, 1-2 forması. 11-ci testə baxırıq, bağlayıcıdır. Biz buradan zo və ozonu atarıq, çünki eyni mənanı ifadə edir. Biraz da bat da biraz bunlara yaxın olduğuna görə bunu da atırıq. Bugün hava gözəldir. Şagirdlər deyir, gəzməyə gedirlər. Yəni, burada biz fikirləşirik ki, beləliklə şagirdlər gəzməyə gedəcəklər desək, düzgün cavabımız B variantı, sonu götürərik. Növbəti testimiz 12-ci testə baxırıq. Off verdiyinə görə biz burada no və ever'ini atarıq ki, offla işlənməz. İç və van təkli ifadə elədiyinə görə bunları da atarıq, çünki bizim burada xəbərimizi cəmdə verib. Düzgün cavabımız C variantı, boş götürərik. 13-cü testə baxırıq. Mürəkkəb tamamlıq qaydasıdır. Hansı ki biz burada hansısa feilimizi görəndə to-lu məstər, feili sifət 1 və yaxud da to-suz məstər axtarmalıyıq. Burada da expected verib to-la işlənən feillərdədir. Ona görə düzgün cavabımız Y variantı olacaq, to speak forması. 14-cü testə baxırıq. 14-də modal feil qaydasıdır. Hansı ki birinci uyğunluğa baxaq. Məsəl üçün, hasn't nə cümlədə, nə variantda to-sunu verməyib səhvdir. Hasn't to ola bilməz, çünki has to-nun sual və inkarı özü ilə düzəlməz. Won't be able to verməli idi. D variant doesn't have to verməli idi. Düzgün cavabımız Y variantı, will be able to formasında. 15-ci test çox rahatdır. Həm də 6-cı sinifdə keçilən bir testlərdən də aşağı siniflərə rast gəlmək olur. Proud of və afraid of forması. Düzgün cavabımız A variantı olacaq. 16-cı testə baxırıq burada. 16-da uyğun mənalar tapacağıq. To donate, ianə etmək deməkdir. Biz burada götürəcəyik pulu kiməsə ehtiyacı olan insanlara vermək. Birə B-dir. Sonra ikinciyə value dəyərləndirmək sözümüzdür. Yəni kiməsə dəyər vermək mənasında götürəcək C variantını. Çünki to think that somebody or something is important. Nəyinsə və yaxud da kiminsə vacib olduğunu fikirləşmək, yəni ona dəyər veririk. İkinciyə C-dir. Üçüncüyə defend, müdafiə etmək. Burada protect sözündən götürmək olar. Düzgün cavabımız burada olacaq. B, C, A variantımız, C variantı. Növbəti 17-ci testə baxırıq. Passive voice məhsul növ qaydasıdır. Hansı ki məhsul növə baxırıq, cümləmizin birinci zamanını bilməliyik. Do verdiyinə görə indiki zamandadır. Demək ki, bunun indiki zamanını axtarsaq A variantını atarıq. Vanilla ice cream təkdə olduğuna görə C variantı cəmi də atırıq. Y variantda söz sıramız səhvdir. B və D variantları arasında qalsaq, is olan yerdə to be-nin forması olan yerdə be-ni işlətmərik. Have, has, had-dən sonra be-ni işlədərək deyə səhvdir. Düzgün cavabımız B variantı. Və 18-ci sual artikel qaydamız go to school by bus. Yəni bu keçən 11-lərə düşən bir testlərdəndir. By'dan sonra minik maşını gələrsə artikel işlətmərik. Go to school deyilən bir ifadəmiz var. Hansı ki əgər uşaqlardan danışırsa bunlar həmişə məktəbə gedirlər. Orada artikel işlətmərik. Amma fərqli bir adam məktəbə getsə bu zaman Z işlədə bilərik. Ona görə düzgün cavabımız Y variantı. Növbəti 19-cu sualımızdan başlayırıq. Bu isə
təyin edicilər bölməsinə aid olan bir dərsdir. Hansı ki bizim baxsaq ki, burada mistakes cəmdə verib. C variantı too much və D variantı elite ilə atarıq. Heç cümlə tərcümə eləmədən very few çox az, few azı atarıq. Çünki eyni mənalı verir. A lot of çoxu götürərik A variantı. Amma hər ehtimala tərcümə edək. Deyir ki, mənim işdə deyir, ilk günüm çox yaxşı deyildi. Mənim onda çoxlu səhvlərim olacaq. Ona görə A variantı. 20-ci testə baxırıq. Next verib. Növbəti gələcək zaman olduğuna görə Y variantıdır. Niyə bir testdə 2 zaman veriblər? Bunu bilmədim. Çünki əsasən bir zaman verirlər. Gələcək zaman yeni götürərik və 21-ci testimizə baxırıq. Bu əvvəlki ilin, yəni buraxılış imtahanlarına düşən suallardan biridir. Bilmirəm, dəqiq 2022 olmalıdır məncə. The Boys-dan başlayarıq. Have been playing 4-5 ardıcılığına gedərik. Sonra tamamlığımızı yazarıq. Tenis götürərik. Bu da olacaq düzgün cavab A variantımız. Növbəti 22-ci sualımız nida cümləsinə baxırıq. Nida cümləsində baxsaq birincide arızayı verib deyə səhvdir. Birləri atarıq. 2-yə baxırıq. Place təkdə də artiklı verib düzdür. 3-də də arızayı verib deyə səhv variantımızdır. 4 düzgün variantımızdır. Çünki how-dan sonra sifət, sonra bizə place mübtəda iz xəbər verib. 5-də də is it verib deyə səhvdir. Düzgün cavabımız 2-4 variantı C variantıdır. Və mətni oxuyub vaxt aparmaq istəmirəm. Yəni sualların düzgün cavabını mən oxudum. İndi cavablarını deyirəm. 23-cü testdə düzgün cavab ilə C variantımız olacaq. Yəni səbəbi göstərim, yəni yeri göstərim hansı yerdədir. Burada deyir ki, yəni bu rəqsi deyir ki, Afrika və Hind musiqi alətlərinin, adətlərinin birləşməsidir. Yəni musiqi adətlərinin. Bizə baxsaq, həmin bax burada qarşı, bax mix verib. Yəni birləşməsidir. Yazıb is a mix of African rhythms and Indian traditional music. Ona görə düzgün cavabımız 23-də olacaq C variantımız. 24-cü testimizə baxırıq. 24-cü testimizdə isə işarəliyim hər ehtimala. 24-cü testimizdə isə yenə bizə mətn nə haqqındadır. Biz burada haransa bir rəqsdən danışdığımıza görə baxaq bizim birinci cümləmizdə demək olar ki, mətnimizin adını verib. Baxın, a traditional dance. Demək ki, düzgün cavabımız da burada olacaq. B variantı. İşarəliyim. Çünki the traditional dance of the city people, yəni insanların, daha doğrusu xalqın ənənəvi rəqsi, Sidi xalqının. 25-də the city people, yəni Sidi xalqının ardını cümləni tapacağıq. Məsəl üçün, burada negativ sözlərə gəldikdə, məsəl üçün A variantı refuse'du buradan ataram və yaxud da reject'i buradan ataram. Çünki 2 inkar mənalıdır. Həm də mətndə elə bir şeyə rast gəlmədik. Düzgün cavabımız burada olacaq C variantı ilə. Have kept some African tradition. Gəlin mən sizə bunu göstərim. Hardadır? Baxaq mətndə C variantımızın cavabı. Baxın, bura baxın. Deyir, baxmayaraq ki, deyir, onlar dili qəbul ediblər. Yəni, Hindistan dilinin adətlərini qəbul ediblər. Bəzi Afrika adətlərini də have also been preserved. Yəni, qoruyub saxlayıblar. Demək ki, bizim düzgün cavabımız da budur. Burada da bizə deyir ki, qoruyublar. Bax, have kept some African traditions. Onun üçün düzgün cavabımız C variantıdır. Və 26-cı sualda baxırıq, düzgün cavab baxırıq. Fermerlər deyir, məhsul yığanda, yəni daha sonra məhsul hazır olanda fermerlər nə edirlər? Məsəl üçün, biz bura baxağın, fermerlər olan yeri, bir dəqiqə mən sizə göstərim. Baxın, buradadır. Deyək, bax, burada. Cavabı burada axtaracağıq. Baxın, they went down in the field, make a half circle around the crops and thank God for the crops they get. Ona görə bizim burada düzgün cavabımız da 1 olacaq. They pay to God for their crop. Məhsula görə Allaha ibadət edirlər, dua edirlər. 1. Bir də 4 olacaq. They bent down in the shape of half ring formasında. Düzgün cavab B variantı 1-4 olacaq. Və açıq suallarımıza gələk 27-28-ci sualımız. To maintain, qoruyub saxlamaq sözümüzü birinci abzasda dediyinə görə biz də baxırıq burada bu sözümüzdür. Amma biz burada yazanda to preserve formasında yazmalıyıq. Yəni, əgər biz idisi ilə yazsaq artıq bizim balımız kəsiləcək, yarı əmsal veriləcək. Və 28 sözümüzdə yazıb ki, növünə görə yeganə və tək olan, bizə də buradan sifət axtarır 3-cü abzasda. Mən sizə də 3-cü abzasda göstərim. Burada da unique sözümüzdür. Düzgün cavabımız E-siz yazmalısa, E-nə yazsa səhvdir. Yəni, təkcə unique olacaq. 29 və 30-cu suallar da, yəni, hər bir şagird fərqli yaza bilər. Mən sizə 29-cu sualı göstərim. Yeri hardadır? Deyib, buradadır. Yəni, şagirdlər bunu öz yəni, fərqli fikirlərini yaza bilər. Biz burada main də dəyişə bilərik, source da, entertainment da. Yəni, bunlar hamısı dəyişə bilən sözlərimizdir, rahat sözlərimizdir. Dinlədiyinizə görə və dəyərləndirdiyinizə görə çox sağ olun.